müasir insan artıq bugünkü devrin tələblərinə uyğun olaraq yaşayır, yaradır, yeni tədqiqatlar üzərində çalışır. Amma təbii ki, insanı idarə edən onun daxili mədəniyyətindən də başqa onun ruhudur. Və bu istiqamətdə də Pəri xanımın da özünə məxsus düşüncəsi var. Sualım belədir ki, bugün müasir devirdə hansı addımlar atılır ki, amma eyni zamanda milli dəyərlər qalmaq şərti ilə? Rəssamlıq iz deməkdir, iz qoymaqdır. Necə Qobustanda sanki onlar bizə bir bəlgəsəl göndəriblər. Yallı necə olur, orada yemək necə bişirlər, Tahir bəy dediyi kimi və ya xoreografın dediyi kimi yallı necə oynanılıbdır və yaxud da ki, insanlar necə ova gedirmişlər, hansı heyvanlar var imiş o vaxt mədəniyyət necə idi. Bunların hamısını bizə çatdıran bir insanlar var idi və bunların ruhani aləmini və yaxud da ki, mənəvi aləmini bizim zamanımıza qədər gətirib çatdıran insanlardır, yaradıcı insanlar, rəssamlar. Mən bir dəfə İstanbulda miniatür simpoziumunda olmuşdum. Orada bir tarixçi danışırdı. Çox maraqlı bir qeyd idi. Deyir ki, Osmanlı miniatürləri haqqında danışırdı. Deyir ki, bir Antalya tərəfdə bir qazıntı aparmışlar. Orada müxtəlif sütunların arasında bu qadın görübdü. Orta əsrlər miniatüründə görüb ki, bu sütunların arasında bir qırmızı qapı vardı. Deyib ki, buranı ehtiyatlı qazıntı aparın ki, burada belə bir qapı var. Doğrudan da arxeoloji qazıntılar zamanı həmin o qapını tapıblar. Yəni, bu o deməkdir ki, bizə o zamanlardan bu vaxta qədər mesaj göndəriblər. 13-cü əsrdən 16-cı əsrə qədər bizim Təbriz Miniatür Məktəbi möhtəşəm yolu var və o vaxt saray rəssamlarıdır. Onlar saray insanlarının, aristokratiyanın necə yaranması və yaxud da ki, həmin vaxt xalqın necə olması, o vaxt memarlığın necə olması, bunların hamısını bizə daşıyan insanlardır rəssamlar. Və bugün bizim Azərbaycanda bir çox insanlar var, mən təəssüf edirəm ki, belə insanlarımız da vardı. Götürürlər Avropanı, təqlid edirlər və sonra göndərlər Avropaya ki, bu biz Azərbaycanlıq. Əslində biz o Azərbaycan deyil. Biz Picasso-nun qol qanadını burada sındırıb təzədən Avropaya göndərməklə heç nə ola bilmərik. Bizim öz pasportumuz miniatürdür, Qobustandır. Biz bunlardan əsintilənməliyik və bizim nənələrimizin toxuduğu xalçalar, məsələn, xalçada çox böyük bir belə gözəl bir şey vardı. Elçi qaytaran xalça adlı bir xalça var. Yəni təsəvvür edin ki, bu nə qədər mədəni bir xalqıq ki, biz gələn elçilərə demirik, biz qızımızı sizə vermirik. Deyirik ki, baxın uzaqdan gələndə artıq elçilər görür ki, balkondan o elçi qaytaran xalça asılır. Bu da böyük mədəniyyətdir. Mədəniyyət əlbəttə ki, bizə deyirlər, biz bəzən şərqi cəhalət, qaranlıq adlandırır, amma əslində bütün elm qərbdə nə qədər yüksək inkişaf edibsə, mədəniyyət və helm də şərqdədir və şərqin helmi məncə qərbin elmindən daha güclüdür. Çünki biz onların o elmi ilə yaratdığı o ən bahalı telefonda götürüb orada musiqi axtarırıq, mədəniyyət axtarırıq, rəng axtarırıq. Bir filmə rəngsiz, musiqisiz, rəsmsiz baxmaq nə qədər darıxdırıcı olardı, düz deyil. Təbii. Ona görə də biz ən azı bizim bugünkü gənclərimiz, bu rəssamlarımız mütləqdir ki, müraciət eləməlidir. Dünyaca ünlü bir rəssamdır Renoir. O bir dəfə Avropada sərgilənən şərq incəsənəti sərgilərinə gedib. Orada baxıb ki, Kəmaləddin Behzadın bir dənə miniatürü asılıbdır, Şeybani xanım portreti. Orada mavi rəngli əba geyinib və qara mütəkkil söykənibdir. Həmin vaxt Renoir belə iki əli başa vurub deyib ki, ayda biz hələ bunu bilmirik. Yəni o qədər təəccüblənib ki, bu kontrast rənglərdir. Mavi ilə qaranı bu qədər cəsarətli işlədə bilməzdi Avropa rəssamları. Onlara o vaxt Venesiyalı, Venediklər deyirdilər. Ona görə də bizim mütləqdir ki, gənclərimiz də, rəssamlarımız da mütləq üst tutmalıdır bizim tariximizə və keçmişimizə. Keçmişdən olmayan heç nə həzz ala bilmir. Mən arada deyirlər ki, sən gedib başqa ölkədə yaşaya bilirsən. Deyirəm ki, mən orada bir gün o milli yeməklərdən birini görsəm məni ağlamaq tutar və yaxud da ki, anamın təndiri yadıma düşsə məni ağlamaq tutar. Çünki biz öz kökümüzə... Burada genetik kodlar da var da. Əlbəttə ki, genetik kodlar vardı. Məsələn, bizim nənələrimizin toxuduğu xalçalar olsun, orta əsr miniatür ustadlarının
bizə ötürdüyü və dünyanın bütün ən bahalı muzeylərində qorunan miniatürlər olsun. Bunların hamısı bizim genetik kodlardır və onlar ona görə bizim ürəyimizə təsir edir və bizim riqqətə gətirir. Yəni ürəkdən olmayan heç nə bizə həzz verməz və riqqətə gətirməz. Bir yazıçının yazdığı ürəkdən olan bir əsər olsun və yaxud da ki, bir göz yaşı olsun. Bunların hamısı ruhanidir və rəssamlıq ruhani bir sənət olduğu üçün mütləq bizim ürəyimizə dəyməlidir. Biz ağacın çubuğunu rəngə batırıb kətana çırpırlar, sonra deyirlər modern bir şeydir. Mən bunu qəbul edə bilmirəm. Mən də. Yəni mən geridə qalmış sayıla bilərəm və yaxud da, amma mən bunu qəbul edə bilmirəm. Əmək verilməmiş heç nə gözəl ola bilməz. Yeməyi də əməklə bişirəndə gözəl olur, rəqsi də əmək verəndə gözəl olur. Yəni ruh olmalıdır və mən içimdə bunu hiss eləməsəm, bəzi rəssamların əsərləri var ki, deyirlər ki, biz bunu asanda evimizə müxtəlif cür hisslər keçirir. Çünki həmin rəssam o hissi ötürübdür ora. Mən sevincli vaxtımda işlədiyim tablolar var, kədərli vaxtımda işlədiyim tablolar var. Mən bütün o içimdəki hissin hamısını tökürəm ora və rahatlayıram. Xalqların anaları eyni cür sevir uşağını. Hamının göz yaşı eynidir. Ona görə də hisslərdir, duyğulardır. Bunlar hər yerə sirayət edir və yeməkdən tutmuş, müharibələrdən tutmuş. Məsələn, müharibələr olur, sonra orada yaradıcılıq yaranır. Müharibədə insanların ən çobud şəkildə desək, ən belə pis şəkildə desək, hissləri tapdalanır və orada bir sənət yaranır. Məsələn, mən Xirosimalı qız deyə bir şeiri var Nazim Hikmətin. Biraz bəlkə də çobud çıxar. Mən elə gəlir ki, bu Xirosimalı qız şeiri Xirosima faciəsindən daha güclüdür. Çünki sənət olaraq verilir bizə.